Bilirsənmi, TikTokda sənin əsəblərindən necə pul qazanırlar? Machiavelli, Freud və Adler izah edir. Bunu boynuna almaq cəsarət istəyir. Amma gəl real olmaq. Sən TikTokda xəbər izləmirsən. Sən dünyada nə baş verdiyini də öyrənmirsən. Sən sadəcə pulsuz, emosional hədəfsən. Hər gün o ekranı sürüşdürəndə sənə məlumat vermirlər. Səni incə-incə, peşəkarcasına əsəbləşdirirlər. Çünki o çox sevdiyiniz böyük TikTokerlər artıq xəbər satmır. Onlar sənin əsəblərini kilo ilə topdan satış bazarına çıxarıblar. Machiavelli yüzillər əvvəl yazmışdı ki, insanları idarə etmək üçün onların qorxularını idarə et. Bugünün TikTok jurnalistikası məlumat ötürmək deyil, təmiz reaksiya mühəndisliyidir. Fikir vermisənmi? Başlıq qışqırır, şok, skandal, mütləq baxın. Ton elə qurulub ki, sənin daxilindəki o vəhşi qəzəb oyansın. Niyə? Çünki sakit və ağıllı xəbər pul gətirmir. Sakit xəbəri insan keçib gedir, amma qəzəblənmiş kütlə ekrana yapışır. Sən orada klaviaturanı sındıra-sındıra şərh yazanda, kiməsə söyüş söyəndə, algoritm o TikTokerə pul yağdırır. Machiavelli bugün yaşasaydı, sənə gülüb deyərdi. Əgər insan düşünmürsə, onu idarə etmək asandır. Əgər qışqırırsa, özünü sənə təslim edib. İndi deyəcəksən ki, xeyr, mən öz iradəmlə əsəbləşirəm, haqsızlığa dözmürəm. Freud gəlib bu sadəlövhlüyünə sadəcə uca səslə gülərdi. Səni məqsədli olaraq əsəbləşdirirlər. O ekrandakı adam sənin şüuraltı düymələrini bir piyamoçu kimi çalır. Formul çox sadədir. Qorxu yaradılır ki, diqqətin qaçmasın. Qəzəb bədəninə yeridilir ki, videonu paylaşasan. Nifrət toxumu səpilir ki, rəy bölməsində müharibə başladasan. Sənə elə gəlir ki, sən ədalət axtarırsan. Xeyr, sən sadəcə Freudun dediyi o heyvani instinktlərin manipulyasiyasına qurban gedirsən. Manipulyatorlar sənin beyninə, səni aldadırlar. Buna necə susursan, nidasını atır. Sən isə o topun dalınca qaçırsan. Çünki Freud deyirdi ki, insanlar düşünmək istəmir. Onlar sadəcə reaksiya vermək istəyir. Ən acınacaqlısı isə odur ki, sən bu ucuz reaksiyanı öz intellektin zənn edirsən. Bəs niyə bu tələyə bu qədər asan düşürsən? Alfred Adler bunu iki kəlmə ilə izah edir. Aşağılıq kompleksi. Həyatda heç nəyə nail ola bilməyən, özünü zəif hiss edən insan TikTokda kimisə linç etməklə daxili boşluğunu doldurur. Manipulyatorlar da bunu bilir. Onlar sənə xəbər vermir. Onlar sənə oyun meydança saçır. Bunlar savadsızdır. Bu tərəf günahkardır. Əsl həqiqəti yalnız mən deyirəm. Bəs sən nə edirsən? Dərhal tərəf seçirsən. Şərhlərdə kiməsə cahili yazırsan ki, özünü savadlı hiss edəsən. Kimisə aşağılayırsan ki, özünü yuxarıda görəsən. Adlerə görə, sən hazırda öz daxili əskiçliyini o provokativ videoda müalicə etməyə çalışırsan. Amma reallıq budur. Sən xəbər izləmirsən. Sən sadəcə ucuz bir psixoloji eksperimentin qurbanısan. Gəl bu çirkli tənliyi birləşdirək. Bax o böyük, milyonlarla baxışı olan videoların gizli formulu budur. Qəzəb, qorxu, kütləvi nifrət, bərabərdir dollar işarəsi. Niyə eyni lazımsız mövzunu 10 gün dalbadal fərqli başlıqla fırladırlar? Çünki məqsəd sənə həqiqəti demək deyil. Məqsəd sənin daxili dinçliyini əlindən alıb, səni o videonun altında kimin nəsə döyüşdürməkdir. Sən nə qədər çox əsəbləşsən, rəy yazsan, video bir o qədər trendə düşür. Və ən ironik, ən gülməli tərəfi bilirsənmi nədir? Sən şərhlərdə dünyanı xilas etdiyini, oyandığını düşünürsən. Amma əslində sən sadəcə o kanalın bank hesabını doldurmağa xidmət edən könüllü işçisən. İndi növbəti dəfə TikTokda qəzəbli bir xəbər görəndə dayan və o çox güvəndiyin beyninə bu sualı ver. Bu videonu paylaşan mənə həqiqətən nəsə öyrədir, yoxsa məni qızışdırıb reyting qazanmaq istəyir? Fərq çox amansızdır. Həqiqət insanı sakitləşdirir və düşündürür. Manipulyasiya isə insanı quduzlaşdırır. Manipulyasiya edənlər səni çox yaxşı tanıyır. Sənin zəif tərəflərini, nəyə partlayacağını əzbər bilirlər. Ona görə sənə reallığı yox, səni dəli edəcək versiyan satırlar. Çünki sən sakit və ağıllı olanda onlar acından ölür. Amma sən əsəbləşəndə onların cibinə pullar axır. İndi də görüm, sən doğrudan da azad bir insansan, yoxsa bu videonun altına da bir quduz şərh yazmaq üçün can atan o manipulyasiya qurbanlarından birisən. Baxaq, şərhlərdə özünü necə müdafiə edəcəksən? Yaz, gözləyirəm.